Qadınların hicabı nədir? Deyir, hicab qadını məhdudlaşdırır. Mən bir dəfə bunu demişəm. Hicab qadına tətbiq edilən məhdudiyyət yox, qadının tətbiq etdiyi məhdudiyyətdir. Hicab qadının kişiyə hədd qoymasıdır. Ki, mən sənə bu qədər icazə verirəm. Hicabı biz necə təbliğ edirik? Hicabı belə təbliğ edirik ki, hicab vacibdir, hicabsızlıq haramdır. Artıq bu kifayət eləmir. Minbər əhli də dilini dəyişməlidir, yanaşmasını dəyişməlidir. Proseslə maraqlan ki, niyə hicabı qəbul etmir? Niyə? Bunun şəxsiyyətində hansı qüsurlar var? Araşdıracaqsan, gələcəksən ailə mövzusuna. Bir ailədə atanın hörməti yoxdursa, qızın iffətli olması sual altındadır. Bu bir qaydadır. Bir ailədə atanı uşağın yanında ana təhqir edirsə, məsələn bir kəlmə deyirsən, ağılsız adamsan, o qızın bax bu dinin o hicab göstərişinə əməl eləməsi sual altındadır. Atası da namaz qılan olsa, anası da namaz qılan olsa, fərqi yoxdur, xeyri yoxdur.